uzun tanınmayan sadə bir insan kimi yaşamaq, yoxsa qısa amma məşhur yaşamaq? Sadə yaşamaq. Mən bugün bir video paylaşdım. Bilmirəm o gördünüz ya, görmədiniz. Mənə sual verir ki, Fərhad nə olmaq istəyirsən? Sual veriblər. Təbii ki, onu cavablandırmışam. Ara qarışdırandan uzaq, özüm qarışdırandan uzaq bir yerdə yaşamaq istəyirəm, sakit. Yəni tanınmışlıq Allah hər bir insan nəsib eləmir. Mənə bu nəsib edibsə, təbii ki, mən bu dəqiqə bunun sevincini yaşayıram. Yəni deyirəm, sizlərlə, kütləmlə bir yerdə, ailəmlə bir yerdə. Hansı zirvədə olursan ol. Sadə insan olmaq kimi bir duyğu yoxdur. Çünki mən bu səviyyəyə gətirən mənim sadəliyim olub. Mənim tərbiyəm, mənim əqidəm, mənim mərifətim olub. Əgər mən də başqaları kimi bir tənqid görəndə ana bacı söysəydim, hamı məndən qaçardı. Ya o bir müddət sonra artıq belə deyək də moddan düşürdü onsuz da. Biz hal-hazırda müsəlman bir ölkədə yaşayırıq. Bizim rayonumuz çox dindar bir rayondur. Salam aleykum, Allah səni qorusun cümləsi həm müsəlmançılığı təbliğ eləyir, həm də ölkəmizin milli mənəvi dəyərlərini təbliğ eləyir. Çox mənə deyiblər ki, Fərhad, sən nə vaxtsa unudulacaqsan. Mən Azərbaycanda müsəlmançılıq yox olmayana qədər heç unudulmayacağam. Çünki hər videomda salam aleykum, Allah səni qorusun cümləsi istifadə olunur. Hətta bunu məndən başqa, bunu istifadə edən minlərcə kütlə var. Milyonlarca. Bax, mənə çəkin, mənə Gəncədən yazırlar, Şəkidən yazırlar, bütün bölgələrdən yazırlar. Yəni, hətta xarici ölkədən belə xaricilərə o sözləri istifadə etdirirlər. Hə, keçən səfər paylaşmışdın. Ona görə də, yəni ki, mən unutmuram ki, mən düşünmürəm ki, mən nə vaxtda unudula bilərəm. Hələ ki, belə davam edir. Allah yenə deyirəm, hara məni yolumu açırsa, mən yolundan inşallah gedəcəm.